Deməli, 12 bürcün bizim həyatımızdakı rolunu idarə edir. İnsan bədəni necə bürcə bölünür? Qoç bizim başımızı idarə edir. Baş hissəmiz qoça aiddir. Oğa bizim sağ əlimizi mərhəmətli və bir çox yönümüzü idarə edən, mərhəmətdən də əlavə rəhimli ürəyimizi idarə edir. Əkizlər bizim beynimizin sol tərəfini idarə edir, ağıl və məntiqimizi. Xərçənglər ürəyimizin sağ tərəfi sevgini idarə edir. Şirlər sol əlimizdir, vuran və odalov cəsarətimizi idarə edir. Vuran yəni əlimizdir. Qız bürcü bizim araşdırmamızı və araşdırmadan da əlavə həyatımızda olan bütün təmizliyi onlara borcluyuq. Tərəzilər ürəyimizin sol tərəfi məhəbbəti və duyğularımızı idarə edir. Əqrəblər intuisiyamızı, hisslərimizi idarə edir. Oxatanlar bizim azadçılığımız və əyləncəmizi idarə edir. Oğlaqlar disiplini, anaçılığı və ata-ana olmağı idarə edir. Dolça bizim ortamlarda olan duyğularımızı, bir də beynimizin sağ tərəfini, əkizlə dolça beyin idarəçisi. Balıqlarsa uşaq damarı idarə edir. Damarlarımızın hamısı balığa aiddir. Yəni kəsirsə öldürər, yaşasa yaşadar.